Bugünkü səhər çağı 31 mart Azərbaycanlıların soyqırımı gününə həsr olunub və biz çalışırıq ki, proqramımız boyunca bu mövzuya toxunaq, hadisələrin necə cərəyan etdiyi barədə daha ətraflı sizə məlumat verək. Çünki bu bizim yaşadığımız ən qanlı səhifələrdən biridir və bu hadisəni unutmamaq və gələcək nəsillərə ötürmək də bizim borcumuzdur. Bəli, mövzu haqda Milli Məclisin deputatı Sevil xanım Mikailova ilə söhbətimizə başlayırıq. Sabahınız xeyir olsun. Sabahınız xeyir olsun. Xoş gəlmişsiniz Sevil xanım. Dönüb arxaya baxanda, tariximizə baxanda zaman-zaman bu cür səhifələr, acı səhifələr, soyqırımlar, faciələr Azərbaycan tarixində var. Biz bunu danmırıq, əksinə bütün dünyaya çatdırmağa çalışırıq və qeyd eləyək ki, bu erməni dövrə, Ermənistanın Azərbaycana qarşı gerçəkləşdirdiyi, düşünürəm ki, düşünülmüş bir addım, düşünülmüş bir siyasətdir. Bunu etnik təmizləmə də adlandırmaq olar. Çünki biz sözü gedən faciənin miqyasına baxanda görürük ki, həqiqətən də böyükdür. Paytaxt Bakıdan başlayıb üzv bölgələrimizə doğru günahsız insanlara qarşı törədilən bu böyük bir cinayətdir. Artıq bütün dünya bundan xəbərdardır və biz görürük ki, burada əsas olaraq təkcə insanlar götürülməyib. Eyni zamanda mədəniyyətimiz, memarlıq abidələrimiz hər biri məhv olunmaq üçün böyük bir addım atılıb və istəyərdim sizin dilinizdən də bu hadisələrin şərhini eşidək. Bəli, həqiqətən də 31 mart hadisələri biz əgər dönüb tarixin keçmə-keçli dönəmlərinə baxsaq, xalqımızın yaşadığı o ağrılı, acılı, amma şərəf dolu bir tarixinə baxsaq, həqiqətən də burada genosid faktlarının müəyyən tarixi, yenə də söylədiyimiz kimi mərhələlərdə baş verdiyini görürük. Bu təsadüfdürmü? Bu sadəcə bir cinayətdirmi? Xeyr, bu sadəcə bir cinayət olmayıbdır. Və 31 martın Ulu Öndər Heydər Əliyev tərəfindən 1998-ci ildə Azərbaycanlıların soyqırımı kimi günü kimi elan etməsi də təsadüf bir addım deyildi və yaxud da ki, bu sadəcə olaraq hüzün kimi qeyd olunması bir tarixi gün deyildi. Ulu Öndər bunu çox, belə deyək, idraklı şəkildə, düşüncəli şəkildə bu addımı atmışdı. Bu əslində bütün xalqa, bütün Azərbaycanlılara birləşmək çağırışı idi. Və niyə görə biz birləşməliydik? Əgər biz tarixi proseslərin analizinə varsaq, təhlil etsək, soyqırımlar nə zaman baş vermişdi? Azərbaycan öz müstəqilliyini əldə etdiyi dönəmlərdə. 1905-ci il Azərbaycanda kifayət qədər ziyalı təbəqəsi yetişmişdi. Azərbaycan xalqının çox qədim bir tarixi var, salnaməsi var, dövlətçilik, belə deyək, qərinəsi var. Və məhz bu qərinəni yox etmək üçün, bu tarixi yox etmək üçün biz əgər baxsaq, yəni istəyir bir eramızdan əvvəlki dönəmlərə baxsaq, eramızdan sonraki dönəmlərə baxsaq, nə qədər biz yağmalanmışıq. Və biz bunun son işartılarını artıq 1917-ci il bildiyiniz kimi Azərbaycanda artıq yetişmişdi inqilabi bir şərait və biz müstəqilliyimizi qazanmaq, keçmiş Rus imperiyasından və müstəqil Azərbaycan Respublikasının şərqdə ilk dəfə quran bir xalq idi. Və məhz belə bir dönəmdə 1918-ci ildə Şamiyan hərəkatı üzlənərək Azərbaycana yeridildi və burada bu belə deyək, hərəkatı boğmaq üçün çox böyük bir kampaniya başladılar. Siz az əvvəl onun coğrafiyasını çox düzgün təhlil etdiniz. Bu təkcə Bakıda deyildi. Bu təkcə Bakıda deyildi və biz baxsaq üzü şimaldan Quba, Xaçmaz, cənuba doğru, Lənkərana doğru böyük bir zolağı əhatə edirdi. Qərbə doğru da baxsaq, Göyçay, Qaraməryəm uğrunda və mərkəzə doğru Şamaxı da gedirdi. Şamaxıdan sonra biz əgər baxsaq artıq qərbə doğru gedirdilər və niyə görə Bakıdan başlamışdılar və istəyirdilər ki, yəni burada vəziyyəti gərginləşdirsinlər. O zaman Bakıda siyasi hərəkatlar var idi. Belə deyək, dövlətçiliyin əsasını qurmaq istəyən siyasi birliklər və mahiyyət etibarilə həqiqətən də xalqın həyatında dönüş, yenilik gətirə bilən ziyalılar Bakıdaydılar və onlar çox belə deyək, ağıllı bir şəkildə Bakının küçələrindən keçərək buradakı müsəlman əhalini, yəni o zaman hətta türklər də demirdilər, müsəlman əhalini qırmaqla başladılar və burada bunu biz xüsusi olaraq qeyd etməliyik ki, burada bolşevik erməni hərəkatı var idi. Yəni biz bəzən düşməni çox yüksəldirik. Əslində ermənilər kiçik bir toplum olublar.
olublar və onlar heç zaman Azərbaycan xalqına qarşı belə böyük bir tarixi cinayətləri törətmək gücündə də olmayıblar. Onların hər zaman arxasında dayanan havadarları olub, məqsədli olub və bu birbaşa olaraq Azərbaycan xalqının qürurunu sındırmaq və onun müstəqilliyini əlindən almağa doğru yönəlmişdir. Ona görə də Ulu Öndər əslində 31 mart gününü soyqırım günü kimi elan etməklə gələcək nəsillərə də bir mesaj, bir belə də ismarıc yolladı ki, qoruyun müstəqilliyinizi və bu ideologiya ətrafında biz birləşməliyik. Bu hüzün günü deyil əsla. Bu əslində əsrlərdən boyu bax bu cür hücumlara məruz qalmış xalqın iradəsinin göstəricisidir. Yəni biz əgər faktlara baxsaq, əslində küçələri gəzmək, qadınları, uşaqları, qocaları, onları öldürülməsi, yəni bunlar hansı şəraitdə baş verir? Biz bunu heç bugün xatırlamaq istəmirik. Çünki həqiqətən də ağrılı bir tarixdir. Təkcə 1918-ci il soyqırım aktlarında 50 min Azərbaycanlını öldürmüşdü, 50 min insan öldürülmüşdü. Kifayət qədər böyük rəqəmdir. Əgər biz baxsaq ki, o zaman Azərbaycan əhalisi də elə çox deyildi və bu ona görə də nə qədər miqyaslı bir qırğın aktının törədilməsinə gətirib çıxardı. Amma xalqın iradəsini qıra bilmədilər. Düşünürəm ki, ən vacib olanı da elə budur. Sevil xanım, çox doğru vurğuladınız. Məhz 31 mart. Bilirsiniz, mən deyərdim ki, ibrət günü kimi də bu günü də biz nəzərə alsaq, məncə tam yerinə düşər. Çünki baxsaq biz bugünkü Azərbaycana, bugünkü müstəqil, azad, güclü bir Azərbaycana necə gəldik? Biz bu yolları keçdik, gəldik. Hərdən oturursan, fikirləşirsən, Azərbaycan xalqı, indiki gənclərimiz, amma 44 günlük bizim zəfərimizə nəzər çalanda insan bir rahatlıqca bir ah çəkir, bir qürur verici bir şəkildə ah çəkir. Məsələ belə günlərin bizim həyatımızda, Azərbaycan tarixində bir örnək olaraq gənclərə, bundan sonraki nəsillərə, eləcə də dünya xalqlarına çatdırılması məncə düşünürəm ki, bu siyasətimizin ən gözəl və də ən nümunəvi bir tərəfidir. Bu, hər xalqın tarixində baş verən cinayət də deyil və mən xüsusi olaraq qeyd etməliyəm ki, Almaniyalı alim Greb Kraus bunu cinayətlərin cinayəti adlandırırdı. Niyə görə cinayətlərin cinayəti? Çünki bu təkcə olaraq insanların məhvinə, insanların öldürülməsinə yönəlik deyildi. Bir xalqın mədəniyyətinə, varlığına, onun kimliyinə, ümumilikdə mədəni mahiyyətinin aradan qaldırılması, yox edilməsinə yönəlik bir cinayət idi. Və ona görə də 1948-ci ildə artıq bunu etnik bir cinayət olaraq təsbit etdilər və BMT tərəfindən genosid aktı, hətta onu ilk dəfə təsbit edəndə beynəlxalq hüquqda onun adını da seçə bilməmişlər, ona adsız cinayət deyirlər. Yəni insanı təkcə bir etnosa mənsub olduğuna görə məhv etməyin adı belə yox idi. Yəni onlar onu simvolik olaraq bunu adsız cinayət adlandırırdılar. Yəni bu artıq insanlıq tarixində ən üst səviyyədə törədilmiş qanlı cinayət aktı kimi tövsif olunurdu. Yalnız 1951-ci ildə ona genosid adını verdilər, Latın adından götürdülər. Yəni onun beynəlmiləl olması üçün bu addımı atdılar və bundan sonra bəli, biz artıq bəşər tarixində bu cür cinayətlərin baş verməsi aktlarının tam şəkildə yoxa çıxmasını gördükmü? Yox, elə öz tariximizə dönüb baxanda biz xüsusilə söyləmək istəyirəm 92-ci ildə qarşılaşdığımız yeni bir soyqırım silsiləsindən danışırıq ki, bəli, bu da yenə də bizim 1991-ci ildə elan etdiyimiz müstəqilliyimiz, bundan əvvəl apardığımız 90-cı illərdəki azadlıq hərəkatı, hansı ki, bütün Azərbaycanı bürüdü və Sovetlər imperiyasının çökməsində mühüm bir səhifə oldu və bundan sonra yenə də Azərbaycan xalqının iradəsini qırmaq, sındırmaq, Azərbaycan xalqını mütiliyə dəvət etmək üçün yenə də bu addımları atdılar və yenə də həmin qüvvələr idi, adları ola bilsin ki, dəyişmişdi, o zaman Bolşevik idi, indi Sovet qüvvələri idi, yenə də Sovet erməni qüvvələrinin təzyiqi ilə biz artıq Azərbaycan torpaqlarında yeni genosid dalğasının aparılmasını gördük. Və bu genosid dalğası, biz Xocalı soyqırımı barəsində kifayət qədər danışmışıq, bu həqiqətən də tariximizin qanlı bir səhifəsidir. Amma mən yenə də bu qanlı səhifənin şanlı üzünü göstərmək istəyirəm ki, bir xalqın iradəsini qıra bilmədilər və mən uzun illər Dövlət Komissiyasının üzvü idim, əsir düşmüş, itkin düşmüş vətəndaşlarla iş üzrə və
biz hər dəfə bu komissiyada rastlaşdığımız bir səhnə hamımızı həqiqətən də təəccübləndirirdi. Bu insanlar danışmaq istəmirdilər o təcrübələrini, onlar danışmaq istəmirdilər başlarına gələn bu müsibətləri və çox qürurlu baxırdılar və inanırdılar ki, Azərbaycan dövləti onların qisasını alacaq. Azərbaycan dövləti özü bu yolda onların sözünü deyəcəkdir və bu belə oldu. Biz əslində 44 günlük müharibənin, siz Azərbaycan gəncliyinin tərbiyəsi, onun milli ruhda böyüməsi üçün, bəli, cəmiyyətimizin nə qədər hazır olmağını qeyd etdiniz və bu özünü 44 günlük müharibədə əlbəttə ki göstərdi və Azərbaycan oğlunun şücaəti bir tarix yazdı. Biz bütün tarixləri çevirdik, həm qara tarixi çevirdik, həm işğal tarixini çevirdik. Biz əslində bütün dünyaya göstərdik ki, özün, öz gücünlə hər şeyə üstün gələ bilərsən. İndi biz beynəlxalq hüquqdan danışırıq. Az əvvəl mən də qeyd etdim beynəlxalq hüquqda təsbit olunmasını. Amma bu işləyirmi, işləmir? Biz uzun illərdir Xocalı soyqırımı ilə bağlı əslində bütün dünyada Xocalıya ədalət kampaniyasını aparırıq. Və mən burada xüsusi olaraq Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın bu istiqamətdə apardığı çox geniş miqyaslı, effektiv bir işi qeyd etmək istəyirəm ki, hətta buradan Amerikaya qədər, Meksikaya qədər, bəli, biz yəni bu faciə ilə bağlı beynəlxalq birliyi məlumatlandırmışıq. Amma təəssüf ilə qeyd etməliyik ki, uyğun strukturlar, hansılar ki, bununla bağlı qərar qəbul etməlidirlər, onlar yenə də susqun bir mövqedə dayanıblar. Yəni biz bu ikili standartları görə gəlirdik və ona görə də Azərbaycan... Bir artıq alışmışıq desək, məncə yerinə düşər. Çünki təbii alışmışıq, amma... Dediyimiz kimi görə gəlmişik bunları. Amma o səhifəndə biz artıq adlamışıq və Azərbaycan prezidenti ilə 44 günlük müharibədən əvvəl çox vacib bir bəyanatla çıxış etdi ki, biz artıq beynəlxalq aləmdə görürük ki, hüququn gücü yoxdur. Gücün gücü var və ona görə də biz hərbi gücümüzü ortaya qoymaqla əslində bütün buna qədər bizə qarşı həmin o ikili standartlar, cinayətlər, Azərbaycan xalqına qarşı ədalətsizliklər, onların hamısını bir şəkildə həll edə bildik və ondan sonra baş verən hadisələr də bəlkə də bizim nümunəmizə əsaslanıb ortaya qoyulan proseslərdir. Sülhün başlanğıcı idi bu. Bu regionda sülhün başlanğıcı idi. Təbii ki. Və biz Cənubi Qafqazın tarixini dəyişdirdik. Bu günləri baş verən proseslər də onu göstərir ki, Azərbaycan xalqı necə Sovetlər Birliyinin taleyini həll etmişdi zamanında. Eyni zamanda da biz artıq müasir çağdaş dünyada Cənubi Qafqazda yeni bir tarixi mərhələnin əsasını qoyduq. Və bu irəliləyişlər, bu tarixi inkişaflar əslində Azərbaycan prezidenti İlham Əliyevin müəyyənləşdirdiyi beynəlxalq gündəlikdə duran prosesləri də irəliyə aparmağa kömək edir. Və ona görə də düşünürük ki, gələcəyə optimist baxmağımız, məhz bu gündə birləşməyimiz, müstəqilliyimizin əbədiyyəti üçün bütün xalq olaraq, cəmiyyət olaraq mübariz qalmağımız əlbəttə ki şərtdir. Ona görə də biz hər il 31 martı qeyd edəcəyik. Ona görə ki, biz düşünürük, bu bizim xalqımızın rəşadətlik, mübarizlik, igidlik nümunəsini ortaya qoyan bir gündür. Sevil xanım, minnətdarıq və siz demiş sözünüzə qüvvət, elə həmin o tarixdən dərs alaraq, həmin o tarixin qurbanlarını heç vaxt unutmayaraq Azərbaycan oğulları vətənin çağırışına getdilər. 30 illik həsrətə son qoydular, bu qələbəni bizə yaşatdılar. Minnətdarıq sizə bu səhər qonağımız olduğunuz üçün, sizin dilinizdən eşitmək də çox önəmli və vacib idi bu faktları və hadisələri. Çox sağ olun, minnətdarıq. Xatırladaq ki, bəli, studiyamızın qonağı Milli Məclisin deputatı Sevil Mikailova idi. Sevil xanım, uğurlar arzulayırıq sizə. İnşallah xoş proqramlarda görüşmək ümidi ilə deyirik.